Bəxtər xanım, bir dəqiqə. Bir dəqiqə. Hanı Məryəm xanım? Bəyimizin anasını burada görmək istəyirik. Məryəm xanım, çox xahiş edirəm, bir dəqiqə belə geniş dairə yaradın. Siz yox, siz Məryəm xanım, siz yaxın gəlin. Geniş dairə biraz da arxaya çəkilir, biraz da kamera, operatorlar da biraz arxaya çəkirlər. İndi qaynana gəlin rəqs eləyəcək. Bax, çox xahiş edirəm. Çox xahiş edirəm, heç kim qarışmasın. Heç kim yaxın gəlməsin. Məryəm xanımla Aida xanım rəqs eləyəcək. Yox, bəy oynamayacaq. Yox, bəy oynamayacaq. İkisi rəqs eləyəcək. Bəxtiyar müəllim. Süzmə gözün qaynana, bu nə gözdü qaynana. Süzmə gözün qaynana, bu nə gözdü qaynana. Heç küsüb barışma, gözlə biraz qaynana. Heç küsüb barışma, biraz gözlə qaynana. Kaş ki deyək hər zaman, mən sənə can qaynana. Sən mənə can qaynana. Kaş deyək hər zaman, mən sənə can qaynana. Sən mənə can qaynana. Ha, Bəxtiyar müəllim, bir dəqiqə. Stop. Raya xanım hanı? Raya xanım getdi? Ola bilməz. Raya xanım, mümkünsə bizə yaxın gəlin. Mən istəyirdim ki, Raya xanım kürəkəni ilə rəqs eləsin. Yəni... Yaxşı, qaynana davam eləyir. Heç kim yaxın gəlmir ha. Ömər və Baldız. Əllər. Təşəkkür. İndi mənə informasiya verib, mən də səhərdən Aida xanım deyirəm. Alida xanımdır. Nə gözəl. İndi gəlin səhərdən elə mən də sizə Aidanı, bəlkə də kimisə alqışlayırıq, heç xəbərimiz də yoxdur. Qızım, incimirsən ki? Vay. Şərəf, orada gəlin montaj eləyək. Aidanı Alida eləyək. Ona görə də Alida xanım üçün bir güzel alqış gəlir. Alida xanım. İndi siz ikiniz bura gələrsinizmi? Siz ikiniz. Üzünüz sizin o taxtınıza tərəf çevrilir. Oradan koridor açırıq. Və sən suyun içindəsən. Koridor açırıq. Və alqışlarımızla, musiqi ilə bəy gəlini öz yerinə yola salıram. Öz yerlərinə, Bəxtiyar müəllim, hər hansı bir musiqi, lap oyun havasında gedər, oyna getsinlər. Ay can. Qoy kəsə getsinlər. Qız evindən gələn qohumlarımız çox sağ olun, təşəkkür ederim, əyləşirik. Bəxtiyar, bu kim idi? Скажи mənə, Polşanın Jodasen deyil bu. Hər kimsə də əla. İndi isə hər bir toyun aparılması üçün ev sahibləri tərəfindən razılaşan bir
layihə olur. Bu layihəyə görə bax indi mən bura Kəndin Cavanları adlı bir sağlıq söyləyirəm. Bugün toyda iştirak edən Kəndin cavanlarını salamlayıram və onlar üçün 5 dəqiqə vaxt ayırmışıq. Məni eşidirsinizmi? Kəndin cavanları dəvət alır. Və musiqi səslənir. Kəndin cavanları rəqsə buyursun. Cavan deyəndə elə orta yaşda olar, ağsaqqal da olar, ağ birçək də olar. Matex kəndi salamlayıram. Sizi kimi cavanlar? Ya Allah. İfadedir vaktiye kantayır işte.
صدا أخوة سوخي عيد الله ويخدو بوسادا أخوة سوخي علوقا غروبيش ميكو يتازي رجال الماقيزي أغرى ورخيزي روخي لتوقون بيشان يشيلا ميدانا جسبوغو والله هرامون إذا سبسلونيش عجل عوني لو مكتو داروسا أحسن صد على وجهي يعلق خليش يقولوا إيش أمس أبو وجهي يعلق خليش يقولوا إيش أحسن صد على وجهي يعلق خليش يقولوا إيش أمس أبو وجهي يعلق خليش يقولوا عشيق أبنخا منيك أنا دي دارات أسيخولي أبي عدبر سينا يجري مع عروة دومي خشاي سيدا يديدا يا تيشي يا بير عمرو يا طول عشيق أبنخا منيك أنا دي دارات أسيخولي عشان سيدا يديدا يا تيشي منوكي كارا منوكي شارا شايا شونالي راجع دالجاسي راجع قلباسي صادق روحيني منوكي كارا منوكي شارا شايا شونالي راجع دالجاسي راجع قلباسي صادق روحيني شناسي بيتليزي رود الصدى لقاهيشو يشكلهم بوخ من قهوري بطياتي بكهيشو سيبي العدي صابي عدي وخم مقا سمسساقو مسعاديناي بقعديناي وهداك نيعادينا سيدي
Maqa bir mahnı da oxunuyur. Bu mahnıdan sonra sizin dəfələrlə etdiyiniz xahişə görə diskoteçini bir nömrədə gələcək. Bir mahnıdan sonra. Yox, yox. Diskotekaya icazə verilmir.
Allah var eylesin. Bu qonşuların birinci dəvəti idi. Bizim dəvətimizi gözləyin. Yeniden size teşekkür ederim. Meryem Hanım'ın adından teşekkür ederim. Yani bugün Meryem Hanım'ın arzusuyla gelir her şey. Çok onları yaxşı elib gətirmişsiniz. Ama bizim layihəmiz üzrə çox xahiş edirəm. Bir də onlar. Yok, bir də onlar getməsinlər. Burada bir neçə nəfər çıxıb gedirlər başqa rayondan, bəyin dostları. Onları zorunlu oturmuşuq. Ömer, getmirsiniz orada gözləyirsiniz. Niye? Ona göre ben indi elə bir sağlıq söyləyəsiyəm. Sen diyeceksin ki, Aydın müəllim, teşekkür edirəm. Bəyimizin dostları. Məndəki informasiya göre Ömer yok bir 150 nəfər dost dəvət eləyib. Hamısının canını Allah sağ eləsin, subayların toyunu görəsiniz. Evli dostlar ise öz balaların toyunu görsünlər. Dostlar bir nəfər, bir neçə nəfər, 10 nəfər, 20 nəfər də gəlib xeyir dua verə bilər. Gözləyirəm bəyimizin dostlarını. Bəyi də qoymuram ki, keçsin otursun, burada gözləyir öz dostlarını. Bəyin dostları. Bəyimizin dostları dəvət alır. Ömer, indi ben seni çağırırım ki mikrofonda bir dostların adını çekesen. Burada ad yazılmayıp mecliste iştirak eden beyimizin bütün dostları davet alır. Buyurun. Aha. Akşamınız hayır, hoş gelmişsiniz, gelin. Ömer, vas bak ki bırak. Oku. Allah asbaq ki roxun tagi. Şeyk anımca arzulamışım roxun tagi. Hay huy. Müslüm İsrail. Ömer assalamu alaikum. Roxun tagi. Şeyk anberi şeyk an adduşu bırak. Sağ ol. Aha, daha kimin? Buyurun. Maga da beyin dostudur bilirik. Ömer assalamu alaikum. Ömer Allah asbaq ki. Rekenon Murat'ı bagi. Kazan Kurpaçı bagi. Roxun tagi. Vere. Daha kimin sözü var? Hiç kim narazı getməməli. Ömer xoşbəxt ol. Yarayanlardan ol. Valideynlerin gözü aydın olsun. Ne diyeyim, her şey ürəyincə olsun. Təbrik edirəm. Əla, Maga. Ömer bak ki brat Allah oxun. Buradan daha kimin sözü var? Çok valideynlerden xahiş edirik uşaqları kenara götürsünler. Çünkü indi burada bir şıdırğı rəqs olasın. Neyi var? Her dinu Roxun tagi. Talih tegedoy. Roxun avadaşı. Reso kuru bu karışa. Kuru. Al operatörü kırar aksır oldu nişet. Sodana kuru bertsin sırlok bel. Roxun tagi mur. Köme geleyim da size. Burada ne var ki? Roxun tagi. Ömer! Neyi var köme? Ve bırak ya. Deməli, bütün dostlar bir dəqiqə. Bütün dostlar rəqsə dəvət alır. Nə ilə gəlir? Zurna. Ha, Bəxtiyar müəllim. Mən soruşdum, nə istəyirsən zurna dedi. Gəlsin zurna.
дворе, значит праздник во дворе. Если радостью пришла, свадьбу нам всегда до двора. Если летом на дворе, значит праздник во дворе. Если радостью пришла, свадьбу нам всегда до двора. Жени, жени, и друзей не забываю. Жени, жени, на хигансе приглашаю. Жени, жени, на хигансе приглашаю. Жени, жени, и друзей не забываю. Жени, жени, на хигансе приглашаю. Жени, жени, на хигансе приглашаю. Bəxtiyar müəllim. Ya vasxişyon. Bəyimizin dostlarına müraciət eləyirəm.
Elmin orada sürət neçə idi? 250. Bəyimizin dostları deməli 5, o da 20. 25 dəqiqə 250 sürətlə rəqs elədilər. Əvvəla onlara halal olsun. Amma digər tərəfdən əməkdar artistimiz Bəxtiyar Kantayev o sürətlə dayanmadan melodiya ən güc Bəxtiyara çox düşdü, bir də zərbalətlərinə. Cavanlar, Bəxtiyarın şərəfindən gələn bir gözəl alqış nə olar? Bu adam doğrudan zəhmət çəkdi. Zasluşun ərtistəki sənə Bəxtiyar Kantayev orkestr Eko. Çox gözəl. Gərək, bilirsənmi, insanlar, biz hamımız qədir bilən olmalıyıq. Əgər bir adam doğrudan da bir qədir və hörmət qazanırsa, onu demək lazımdır. İndi isə Məryəm xanım. Məryəm xanım, indi sizin icazənizlə sarayın administratoru Ramin qardaş istəyir ki, məclisə aş versin. İcazə verirsinizmi? Çox gözəl. Gözəl çəkilişimizlə və həzin musiqi ilə məclisə aş gəlir. Əla. Hamıya nuş olsun. Məclislərin yaraşığı olan aş dünyanın heç bir yerində məclisə Azərbaycandakı kimi şahanəliklə gəlmir. O cümlədən Zaqatalada, Balakəndə, yəni bizim bu bölgələrimizdə də buna üstünlük verilir. İndi hörmətli bəyimiz Ömər, deməli biz bilirik ki, sənin iş yoldaşların bugün çox sevincəkdirlər, çox şaddılar. Bütövlükdə Şəlalə restoranının bütün kollektivini, bütün şəxsi heyətini salamlayıram. Bəyimizin iş yoldaşlarına məclisdə kim varsa səbirsizliklə bu anı gözləyiblər və dəvət eləyirəm xeyir duaya və şənliyə. Bəyimizin iş yoldaşları Şəlalə restoranı.
Ömer, kardeşim tebrik edirəm səni. Gözünüz aydın olsun Məryəm xala. Allah subaq gəgə. Ömer azizim, Allah səni xoşbəxt eləsin. Qoşa qarıyan. Ən xoş arzularımı çatdırıram. Qardaşsan, zəhmətkeş dostum mənim. Allah sənin canını sağ eləsin, uzun ömür, xoşbəxtlik. Öpürəm. Vaydana. Dur bir basman ko ahanı begi. Vako. Hanımların arzusu var yəqin. Allah asbaq gəg Ömər. Qalamat rəqqirəgi, tədaq herkigi. Çok güzel, çok güzel. Daha hiç kimin sözü yoktursa, kiminse sözü var mı? Yusuf. Məndən ötürü o Yusuf kardeşimizdir, bəyimizin dayısıdır. Siz əgər istəyirsinizsə ona Şəlalə restoranının ağsaqqalı statusu verilsin, biz də hə deyirik. Ömer sağ ol, Voxun təqi, Allah bax gəgi. Ağsaqqal tapıldı, bir ağbirçək də gəlib söz deyə bilər. Yoxdur mu? Musiqi gəldi. Şəlalə. Nə musiqi? Kim? Hüseyin. Yoluna bağlandı elimdədir. Deyirlər ki, unutun
شهر الضاونيو ديروا اسمو حما صرخي سو سمجة إيسو نصوكي هدي الإبراتو رأكنا دا سادا بوخي ماج أرماز سوني هروا هدي الإبراتو رأكنا دا سادا بوخي ماج أرماز سوني هروا ديروا اسمو حما ديروا اسمو حما ديروا اسمو حما ديروا اسمو حما هدي الإبراتو رأكنا دا سادا بوخي ماج أرماز سوني هروا هدي الإبراتو رأكنا دا سادا بوخي ماج أرماز سوني هروا
ala bu işte yeganedir. Kaldırımız güzel bir el-eledir. Rakat ala bu işte yeganedir. Maşak kendim bu işte yeganedir. عليكم عقارة معروة علو خبيث أعدى خرابيرك العدا
عمره ياكل أصفن الله أصن خورا فسبيح الحوت تدخل دون مطورا أخيج جحر الشمين لخا خطي الميلا تدخل عمره أخيج جحر الشمين لخا خطي الميلا تدخل عمره
Aksakal. Çok güzeldi. Teşekkür edirik. Bütün məclisdə iştirak edən, rəqs edənlərin hamısından mən bir uzun illərdən bəri səriştəsi olan aparıcı kimi çox razıyam. Həqiqətən halal olsun. Hamınıza Allah ömür versin. İndi hamımız əyləşirik, amma bəy gəlin əyləşmir. Ömər, siz getmirsiniz. Siz getmirsiniz, niyə? Ona görə ki, mən indi bizim Ayda xanımın doğmalarını, yaxınlarını dəvət eləyəcəyəm. Bizim adət-ənənəmiz onlara yad deyil. Yəni, qız evindən gəlmiş bu bizim qohumlarımızı, mən təzə qohumlarımızı, əvvəldən də olan qohumlarımızı salamlayıram. Adil qardaşımızın göndərdiyi və Raya xanımın özü ilə birlikdə gələn bu qohumlarımızı dəvət eləyirəm. Gəlsinlər, xeyir dua versinlər, rəqs eləsinlər. Orada hətta bir qardaş gəlib belə Səbinə mahnısı sifariş eləmişdi. Gözləyək gəlsinlər, xeyir dua versinlər və sonra hamı rəqs eləyəcək inşallah. Gəlmişsiniz, Allah mübarək eləsin, bu bohumluq daimi olsun, bu qudalıq bir-birinizə sevinç gətirsin. Gəlinimizin ayağı da torpağımıza, yurdumuza xeyir, bərəkət gətirmiş olsun. Gözümüz aydın olsun, hamımızın gözümüz aydın olsun. Qadan alarım. Buyurun. Kimdən başlayırıq? Yox, mən burada biraz nə olur, solidarlıq məsələsi var da, iki qaustuklu yanaşı durursa, mən mikrofonu qaustuk taxana verməliyəm. Bu gedişatla sən bizə imkan vermirsən söz deməyə. Bütün dostları bizim əməlimizdə deyirsən. Demək olar ki, mənim ilk növbədə hamını salamlayıram təbii ki. Bu izdivac, bu ittifaq hər iki tərəf ki xeyirli olsun. Yəni ki, ancaq şad xəbərlərini eşidək. Xoşbəxt olsunlar. Bütün nə ki arzular, diləklər var, hamısına biz qoşuluruq, biraz da üstünə gəlirik. Sağ olun. Qardaşın. Axşamınız xeyir olsun, xoş gəlmişsiniz hamınız. Can sağlığı, uzun ömür, xoşbaxtlıq arzu edirəm. Buyur dostum. Allah mübarək eləsin, uzun ömür, can sağlığı, həmişə mehribançılıq olsun. İndi mən belə baxıram bu cavan oğlanlar, xanımları bu tərəfə ki, onlar söz deməyəcəklər. Buyur xanım. Allah xoşbəxt eləsin, yarayanlardan olsun, qoşa qarsınlar, oğullu qızlı olsunlar. Təbrik eləyirəm, əmim nəvəsi. Su görək, Allah xoşbəxt eləsin. Bu tərəf. Xoşbəxt olsunlar, qoşa qarısınlar, oğullu, uşaqlı olsunlar, nümunəli ailədən olsunlar. Xoşbəxt olsunlar. Bu şəkillər demişkən, haydi dediğimiz demişik, dediğimiz dediqdir, deməyəcəm. Gözəl bir musiqi səs. Nə istəmişdiniz? Səbinə istəmişdilər. Səbinə Bəxtiyar müəllim. Səbinə istəyiblər. Səbinə musiqisi, buyurun.